Əslində Donald Trump belə bir ultimatum sizin dediyiniz kimi səsləndirməkdə haqlıdır. Çünki Donald Trump'ın məqsədi İran körfəzinə gələrkən heç də Hörmüz boğazından nəqliyyatın davam etməsini təmin etməkdən ibarət deyildi. Ümumiyyətlə belə bir sual yox idi onun qarşısında. O, yaxın şərqə gələrkən İranın nüvə silahına sahib olmaq imkanlarını aradan qaldırmaq üçün gəlib. Hörmüz boğazından neft və digər enerji resursları alan kimlərdir? Birinci növbədə Çindir. Ona görə də Çinə müraciət edir. Ondan daha biraz az alan Hindistandır və daha sonra digər şərq ölkələri, əsasən Cənubi Koreya, biraz Japoniya, yəni Asiya ölkələri daha çox Hörmüz boğazından enerji resursları alır və daşıyır. Və ona görə də və digər tərəfdən NATO ölkələrinə müraciəti də əbəs yerə deyil, bəli. Normaldır. NATO'ya doğrudan da NATO'nun indiyə qədər maliyyələşdirilməsində çox böyük bir yükü Amerika Birləşmiş Ştatları öz üzərində daşıyıb. Və indi Amerika Birləşmiş Ştatları İsraillə birlikdə bu müharibəni aparır. Amma NATO kənarda dayanır və hələlik heç bir addım atmır. Elə ona görə deyir ki, 70 ildir biz dəstək oluruq NATO-ya. Bəli, Amerika prezidentinin məntiqi ilə NATO qoşunları da bu işdə bu məsələlərin həll olunmasında və xüsusilə Hörmüz boğazında nəqliyyatın yenidən normal şəkildə fəaliyyət göstərməsini təmin etməyə borcludur. Yəni, Amerika prezidenti belə hesab edir və ona görə də bu cür çağırışda bulunur. Və düşünürəm ki, Avropa İttifaqından elə səsləndirilən açıqlamalar da onu göstərir ki, yaxın günlərdə bu məsələ müzakirə olunacaq və bəzi Avropa ölkələri Hörmüz boğazına hərbi qüvvələr göndərməyi əvvəlcədən söz versə də, daha sonra tərəddüd etməyə başladılar. Ona görə, amma NATO çətiri altında ora sabitləşdirici qüvvələrin göndərilməsi tamamilə məntiqlidir və realdır. Bu arada yenilənən xəbərlər var. Cavanşir bəy, istəyirəm hər birini bir-bir əslində oxuyaq, həm də tamaşaçılarımız üçün yeni bir informasiyalar, məlumat olsun. Hansı ki, Netanyahu Trump'ı lideri öldür, qalanı asan olacaq, xalq rejimi devirəcək deyə bir açıqlama gəlir xarici jurnalistdən ki, 3 həftə sonra belə bir dəyişiklik olacaq İranda deyə və indi Trump əslində bu hərəkətindən peşmandır deyə bir açıqlama var, ancaq geri dönüş yoxdur deyə bir iddialarla çıxış edib. Siz hazırki məqamı, vəziyyəti necə təhlil edirsiniz? Həm fikirsinizmi ki, Trump hazırki məqamda peşmandır, ancaq alternativi yoxdurmu? Yox, belə düşünmürəm. Çünki Trump elə hesab edir ki, nəinki İsrail üçün, bütövlükdə dünya üçün, bölgə üçün ən təhlükəli məsələlərdən birini həll edir. Və bu əslində də belədir. Çünki, baxın, indi müharibə başlayan gündən bu günə qədər İran Körfəz ölkələrini, yəni öz qonşu dövlətlərini ateşə tutur. Hərçənd ki, bu dövlətlərin heç birinin İrana qarşı hər hansı bir addım attığının sübutu yoxdur. Və üstəlik hələ müharibə haqqında ehtimallar irəli sürüləndə belə Körfəz ölkələri bu müharibə ehtimalının belə aradan qaldırılmasına çalışırdılar. Və Omanda, məsələn, görüşlər keçirilib Amerika Birləşmiş Ştatları ilə İran arasında, amma müharibə başlayan kimi birinci növbədə Omanı atışa tutmağa başlayıb İran hərbi rəhbərliyi. Ona görə də Amerika prezidenti peşmandırmı, mən düşünmürəm. Amma Amerika prezidentinin özünün açıqlamaları da ziddiyyətli olur bəzən. Və bundan çıxış edərək bəzi təhlilçilər onun peşman olduğunu ehtimal edə bilərlər, amma mən belə düşünmürəm. Hər halda Amerika Birləşmiş Ştatları doğrudan da dünya üçün təhlükələrdən birini deməzdim ki, tam aradan qaldırdı, amma azaltdı. Bu arada müharibənin təbii ki, bugün az öncə də qeyd elədiyim kimi 16-cı günüdür, amma nə qədər davam eləyəcəyi də bir qədər sualdır.
İlkin mərhələdə hər zaman o fikirdə olunur ki, müharibənin ilk 1-2 həftəsi əslində daha ciddi bir mərhələdir. Ondan sonra artıq müəyyənləşməyə başlayır deyə. Birləşmiş Ştatlar rəsmilərinin bir sıra sırf müharibə ilə bağlı deyə biləcəyimiz bir proqnozu var Cavanşir bəy. Dünən Birləşmiş Ştatların BMT-dəki səfiri Mike Waltz CNN verilişində çıxış eləmişdi və orada bir müsahibə verdi, açıqlama verdi ki, Amerika qüvvələrinin nə vaxt evə qayıdacağını deyə bilmərəm. Hətta bu suala cavab verməkdən də belə deyə bilərik ki, imtina eləyib. Enerji nazirinin də Birləşmiş Ştatların belə bir açıqlaması oldu, o da başqa bir verilişdə çıxış eləyəndə. Bu münaqişə bir neçə həftə ərzində bəlkə də daha tez başa çatacaq deyə. Sizin proqnozlarınız necədir? Düzdür, indidən nəticəni qiymətləndirmək bir qədər çətindir hazırki məqamda gedişata baxsaq, ancaq sizin təhlilləriniz necə ola bilər? Bu 1-2 həftəyə yekunlaşa biləcək bir müharibə kimi görünürmü? Müharibənin başa çatması bir nəfərin, iki nəfərin və ya bir dövlətin, iki dövlətin qərarından asılı deyil. Müharibənin başa çatması, yəni hərbi əməliyyatların dayandırılması bölgədə baş verən hadisələrin axarından asılıdır. Yəni burada bir çox hadisələr baş verə bilər ki, onlar müharibənin gedişini ya qısalda bilərlər, ya uzada bilərlər. Məsələn, Amerika administrasiyası belə gözləyir ki, yəni hiss olunan o da açıqlamalardan, onlar belə gözləyirlər ki, İran vətəndaşları, İran əhalisi hakimiyyəti ələ alarsa, Amerika Birləşmiş Ştatları və İsrail dərhal hücumu dayandıracaqlar. Bunun baş verib verməyəcəyini heç kim bilə bilməz. Ona görə də hər hansı bir proqnoz vermək doğru olmaz. Digər tərəfdən, İranda hakimiyyət hal-hazırda kimin əlindədir, bu heç kimə bəlli deyil. Ən azından siyasi hakimiyyətin elan olunmuş şəxsin əlində olduğu və bu hadisələrin məhz yeni liderin qərarı ilə davam etdiyini demək çətindir. Yəni İranın daxilindəki vəziyyət də, siyasi gedişat da əslində məsələni həll eləyir deyirsiniz. Əslində belə görünür ki, İranda baş verən hadisələri və bu hücuma qarşı cavab atəşlərini İslam İnqilabı Keşikçiləri Korpusu tənzimləyir. Və buradan belə çıxır ki, faktiki olaraq siyasi hakimiyyət və hərbi güc İnqilab Keşikçiləri Korpusunun əlindədir. Və İnqilab Keşikçiləri Korpusunun da bütün vəzifəli məmurlarını vaxtaşırı onlar təyin olunandan bir neçə gün sonra adətən aradan götürürlər. Və bu nə qədər davam edəcək? Bəlkə onlar özləri bu yeni təyinatlardan və yeni addımlar atmaqdan imtina edəcəklər. Məsələn, bu günlərdə İran Xarici İşlər Naziri bəyan etdi ki, biz Amerika Birləşmiş Ştatlarına müharibənin dayandırılması ilə bağlı öz təkliflərimizi vermişik. Amma Amerika bundan imtina edir və bizim təkliflərimizi təhrif olunmuş şəkildə ictimaiyyətə açıqlayır.